Salam, əziz və dəyərli YouTube izləyicilərim. Təqdim etdiyim ev Abşeron rayonu Məhəmmədli qəsəbəsindəndir. Ev tam əşyalı satılır. Yolun düz kənarındadır. 217 nömrəli marşrut xəttinin tam yaxınlığı. 2 sot torpaq sahəsinin içərisindədir. Sənəd paket kupçadır. İpotekaya tam yararlıdır. Ev yaşayışlıdır və bütün əşyaları ilə birlikdə satılır. Kommunal sistemləri var. İstilik sistemi kombidir. Kombisi, radiatorları, hər bir şey qoyulub. Evin padvalına, çardağına girişi var. Həyətində 1 tonluq ehtiyat su çəni var. Təbii ki, burada elə bir problemlə yaşanmır, amma hər ehtimala qarşı qoyub. Evin kombisi və bütün sistemi dörd bir tərəfindən də heç bir evə zabora birləşik deyil. Həyətinə maşın girir, görsüz tam et döşənib və keçək sizi otaqlarla tanış eləyim. Görsüz videoda maşınların səsi gəlir, tam yolun kənarıdır. Bilirsiniz ki, Məhəmmədiyədə yeni yol çəkilib. O yola da yaxın məsafədədir. Bu evin girəcəyi tək evi yox, sizi əşyalarla da ətraflı tanış eləyirəm. Tək evi yox, dediyim kimi əşyaları da çəkirəm. Qiymət 97.000 manatdır. Real alıcıya da təbii ki, ev yəsi tərəfindən endirim olacaq. 2 sot torpaq sahəsinin içərisində kürsülü, 4 tərəfi dairəvi qoşadaş, üstü kəmərlidir. Ev 3 otaqdan ibarətdir. Real müştəriyə də inşallah ev yəsi tərəfindən mütləq şəkildə endirim olacaq. Evin mətbəx mebeli var. Çox səliqəli təmiz evdir. Pəncərələrin reşotkasına kimi qoyulub. Mətbəxi. Sanitar qovşağı, sanuzelidir. İkisi bir yerdədir. İstipoldur. Bütün aksesuarları var. Şulkası, moydadırı, hər bir şeyi qaydasındadır. Növbəti yataq otağı. Sonuncu yataq otağı. Tək sizi evlə yox, əşyalarla da ətraflı çəkirəm. Beləclərin videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.